Bax gör, Qur'ana uyğun yaşayırsan yoxsa yox. İmam deyir ki, sənin üçün meyar bir dənə Qur'andır. Bax gör, Qur'ana uyğun yaşayırsan yoxsa yox. Əgər sən Qur'anın istədiyi həyat tərzi yaşayırsansa, bütün insanlar gərək səni səhv olduğu, pis olduğu deyə sənin halında görə dəyişiklik olmuyor. Və yaxud da bütün insanlar gərək sənə deyər ki, sən yaxşı insansan, amma sən Qur'anın istədiyi həyat tərzi sürməyəsən, yenə də gərək halında dəyişiklik olmuyor. Sevinməyəsən, axı Qur'anın ziddinə gedirsən. Yəni bizim üçün meyar nə olmalıdır fəqət? Bizim üçün meyar Qur'an olmalıdır. Mən baxmalıyam, görməliyəm ki, mən həyatım, attığım addımım, niyyətim Qur'ana uyğun deyə yox. Həm də imam burada demək istəyir ki, insanın ruh halı o qədər böyük, azad olmalıdır, o qədər böyük olmalıdır ki, insanların düşüncələri və niyyətləri onu haldan salmamalıdır. Yəni azadlıq bu deməkdir. Yəni cəmiyyətdən azadsan, cəmiyyətin düşüncəsindən azadsan. İmam bunu demək istəyir bizə. Gör necə bir azadlıq verir. Deyir, sən bu şəkildə azad olsun, bizim dostumuz olacaqsan. Əgər bu azadlıq səndə olmasa, hələ hey cəmiyyətin təsirinə düşəcəksən, hələ hey cəmiyyətdən asılı olacaqsan, heç vaxt bizim dostumuz olmayacaqsan.